dəyərli ilahiyyatçı, dəyərli alim Hacı Cəfər Cəfərli. Hacı, xoş gördük sizi. Allah razı olsun, çox sağ olun, çox təşəkkür edirəm. Mən də bütün izləyicilərimizi, bizi izləyənləri salamlayıram. Allah tutduğumuz oruclarımızı, etdiyimiz dualarımızı və ibadətlərimizi ali dərəcədə qəbul eləsin inşallah. Allah razı olsun, təşəkkür edirik biz də sizə. Hacı, bu gözəl rəhmət dolu günlərdə bir-birindən aktual mövzulara toxunuruq, maraqlı mövzulara toxunuruq ki, o mövzular həm dəyərli izləyicilər üçün, tamaşaçılar üçün də maraqlıdır, həm də biz əzizlər üçün maraqlıdır. Bugünün mövzusu dünya sevgisidir. Quran və hədislər dünya sevgisini pisləyirlər. Yəni, həqiqətənmi Allaha çatmağımızda mane olan bu dünya sevgisidirmi? Bismillahirrahmanirrahim. Dünya mövzusu həqiqətən yəni çox aktual mövzulardan biridir. Biz hədislərə baxanda, ayələrə baxanda məzəmmət olunduğunu da görürük. Bəzən də bir vasitə olduğunu da görürük. Ona görə mən istəyirəm ilk öncə elə dünya haqqında bir neçə ayə və hədislərdən danışam. Peyğəmbərimizdən Allahın salamı olsun ona və əhl-i beytinə. Bir gün soruşurlar ki, dünya niyə görə dünya adlanıb? Peyğəmbərimiz buyurur ki, "Əd-dünya dəniyyətun, xuliqat min dunil əxirah." Baxanda burada dəniyyətun sözü işlənib. Və mənalarından biri də aşağı olmaq mənasındadır. Alçaq olmaq mənasındadır. Dəni sözü. Bəzən o şeiriyyatda da işlənir. Kərbəla mövzusunda şümri dəni sözündə biz görürük. Yəni, Allahın lənəti olsun İmam Hüseyn əleyhissalamın qatillərinə. Şümri dəni yəni nə deməkdir? Alçaq olan, rəzil olan bir mənada işlənib. Və niyə görə, bəs Peyğəmbərimizdən soruşulur, niyə görə bəs axirət adlanıb? Buyurur ki, "Li'annəha mutaaxiratun təci'u min ba'did-dunya." Çünki biz baxsaq, axirət sözü axır sözündəndir. Və yaxud da digər mənasında verilir. Digər sözündə də axirət sözün eyni kökdən istifadə olunur. Axirət dünyadan sonra gəlir. Yəni, dünyanın ardınca gəldiyinə görə axirət adlanmışdır. Biz lüğət kitablarına baxanda məşhur lüğət alimi Rağib Əl-İsfahaninin böyük bir lüğət kitabı var və təfsir alimləri də ondan istifadə edirlər. Onun müfrədat kitabı var. Orada dünya sözünün kökü olaraq dənəvə sözünü gətirib və bunun bir neçə mənası olduğunu da orada qeyd edib. O mənalardan biri kiçik mənasındadır. Daha doğrusu, ən kiçik, lap kiçik mənasındadır. Başqa bir mənada pis, aşağı, ən aşağı və yaxud da ən bayağı mənasındadır. Başqa bir məna olaraq gətirib əvvəl mənası, onun ziddi axırdır. Necə ki, axirət sözü də oradan götürülüb. Və yaxud da yaxın mənası da var. Biz burada qeyd elədik ki, aşağı mənası, biz Qurani Kərimdə İn surəsinə baxanda orada görürük ki, Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim, "Laqad xalaqnal insana fi ahsani taqvim." Biz insanı ən gözəl biçimdə yaratdıq və biz bilirik ki, bizim ruhumuz ruhlar aləmindən gəlmişdir, zərr aləmindən gəlmişdir. Yəni, uca bir məqamdan gəlmişdir. Ora Rəbbimizin nəzərinin ən çox olduğu yerlərdən yer sayılır. Və ayənin davamında buyurur ki, "Thumma radadnahu asfala safilin." Sonra insanı, həmin gözəl biçimdə yaratdığımız insanı aşağılardan aşağıya endirdik. O aşağılardan aşağı aradı. Dünya sözünün mənasında da, dediyimiz kimi, lüğətin mənasında da bu keçir. Dünyadır ki, Allah Teala insanı yaradandan sonra dünyaya göndərdi. İmam Baqir əleyhissalam dünya haqqında buyurur ki, dünyanı özün üçün bir dayanacaq yeri bil. Yəni, insan üçün dünya qalıcı bir yer deyir. Qalıcı bir yer deyir. Məsələn, Allah Teala Quran-ı Kərimdə A'la surəsində buyurur ki, Bismillahirrahmanirrahim, "Bəl tu'thirunal hayatad-dunya." Buyurur ki, onlar dünya həyatın üstün tutdular. Amma davamında buyurur ki, "Vəlel-əxirətu xayrun və əbqa." Axirət isə insan üçün daha xeyirlidir və əbqa və daha qalıcıdır. Ona görə də insan daha qalıcı olan, müvəqqəti olmayan bir sevdanın dalıcan düşməlidir, belə deyək. Ondan sonra Quran-ı Kərimdə bir ayə var. Məsəl üçün, insanlar adətən dünyanı bəzəkli görürlər.
dünyanı zinətli görürlər. Allah Teala bunun səbəbin küfrlə əlaqələndirir. Çünki Allah Teala Quran-Kərimdə buyurur ki, Bəqərə surəsinin 212-ci ayəsində buyurur ki, Bismillahirrahmanirrahim. Zuyyinə lillədinə kəfəru əl-həyatud dunya. Buyurur ki, dünya həyatı kafirlər üçün zinətləndirilmişdir. Yəni, dünya həyatın zinətli görən, bərbəzəkli görən kafirlərdir. Yəni, küfür örtüyü olanlardır. Onların ki, üzərində küfür örtüyü var. Yəni, haqqın üzərində onlar üçün bir örtüyü var, haqqı görə bilmirlər. Biz bunu hərfi mənada da götürə bilərik də, təbii ki. Onların ki, üzərində bir küfür örtüyü var. Onlar üçün dünya bəzənmişdir və bununla da ayənin davamında da buyurur ki, وَيَسْخَرُونَ مِنَ الَّذ۪ينَ آمَنُوا. Həmin o dünya onlar üçün zinətlənmiş olan kafirlər iman gətirənləri də məsxərəyə qoyurlar. Baxırıq da biz bəzən cəmiyyətdə elə şəxslər görürük ki, dünya onlar üçün çox bərbəzəklidir və dünyadan üz çevirənləri onlar neynirlər? Məsxərəyə qoyurlar. Onlar lağa qoyurlar. Və Peyğəmbərimizin əshabında da bu cür şəxslər var idi ki, onlar dünya həyatından üz çevirmişdilər, dünyanın bərbəzəyindən üz çevirmişdilər, amma Məkkənin, belə deyək, müşrik olan, kafir olan zadəgan təbəqəsi onları lağa qoyurdular, onları aşağılayırdılar. Allah Teala da bunları bu məsələni orada qeyd edəndən sonra buyurur ki: "Vəllezîne teqav fawqahum yevmel qiyamə." Həmin o kəslər ki, təqvalıdırlar, qiyamətin gündə onlar daha üstün olarlar, daha üstündürlər. Və davamında yenə də buyurur ki: "Vallahu yarzuqu men yeşâ'u bighayri hisabin." Ki onlar adətən həmin məsxərə eləyənlər onların kasıb olmasına görə, onların dünyadan üz çevirdiklərinə, haramdan üz çevirdiklərinə görə, kasıb olduqlarına görə qınayırdılar, məsxərəyə qoyurdular. Allah Teala bu ayədə buyurur ki, Allah istədiyinə hesabsız dərəcədə ruzi verən Allahdır. Ona görə də Həzrət Əli əleyhissalam buyurur ki, kimin varlı, kimin kasıb olduğu qiyamətin günündə bəlli olacaq. Yəni bu günləri ola bilər bir kəs, hər hansı bir şəxs kasıb görsənə bilər. Amma qiyamətin günündə onlar nə olacaq? Onlar varlı olacaq və əksi də ola bilər. Varlı görsənənlər isə kasıb bir hala gələcəklər. Ona görə Allah Teala Quran-Kərimdə başqa bir ayədə buyurur ki, Ənam surəsində 32-ci ayəsində buyurur ki: "Və-məl hayatud dunya illə la'ibun və lahvun." Dünya həyatı məşhur ayətdə bilirik. Dünya həyatı oyuncaqdan başqa bir şey deyildir. Ancaq oyuncaqdır. Oyuncaqla kim oynayar? Ancaq uşaq oynayar. İnsan bu dünyaya gəlib oyuncaq üçün oyuncaqla oynamağa gəlməyib. Amma bəzən insanlar olur ki, başlarını oyuncaqla qatırlar. Məsələn, uşaqdır, əvvəl balaca maşından oynayır, böyüdükdə isə o daxilən böyümədiyinə görə, mənəvi cəhətdən böyümədiyinə görə maşın böyüyür, amma həmin şəxs daxilən böyümür, təfəkkür eyni təfəkkür olur. Dünyadakı oyuncaqları dəyişir, amma onun təfəkkürü dəyişilmir. وَلَدَّارُ الْآخِرَةُ وَلَدَّارُ الْآخِرَةُ Buyurur ki, həqiqi ev, həqiqi qalan dünya axirət dünyasıdır. خَيْرٌ لِلَّذ۪ينَ يَتَّقَوْا Buyurur ki, həqiqi qalıcı olan ev və təqvalı olanlar üçün. Yəni, hamı üçün deyil, axirət xeyirli olacaq deyə belə bir şey yoxdur. Bəziləri üçün nə olacaq? Kafirlər üçün hədislərdə zindan olacağı qeyd olunur. Möminlər üçün bu dünya zindanlıdırsa, kafirlər üçün axirət dünyası, zindan, ağrılı, əzablı bir dünya olacaq. Kimlər üçün bəs xeyirlidir? İnananlar üçün. Yəqsə inanmaq mı? Xeyr. İnanmanın da ardınca təqvalı olmaq, əməl eləmək çox mühüm məsələdir. Qaldı ki, dünyanın sevgisinin məzəmmət olunmasına və yaxud da təhrif olunmasına hədislərdə qeyd olunur ki, dünya həyatı suda gəzən insana bənzəyir. Suda gəzən insanın mütləq surətdə ki, ayağı suyla islanacaq. Amma məsələ budur ki, ayağın islanmağın bir eybi yoxdur. Əsas o suda boğulmayasan. Əsas o suda boğulmayasan. O suda əgər boğulursansa, demək, dünyanın burada zərəli budur. Hədislərdə var ki, insanlar dünyanın övladlarıdır və heç bir övlad
anasını sevdiyinə görə qınanmaz. Ona görə insanların dünyanı sevməsinə görə qınamaq düzgün deyil. Amma bir hədd ki var, o dünya insanla Allahın arasına daxil olduğu müddətcə qınanmalıdır. O dünya ki insanı axirətdən saxlayırsa, o dünya qınanmalıdır. Hansı dünya tərif olunur? Hansı belə deyək, dünya sevgisi tərif olunur? Məsəl üçün, hədislərdə qeyd olunur ki, bir nəfər gəlir, İmam Sadiq əleyhissalama deyir ki, mən dünyanı sevirəm. İmam Sadiq əleyhissalam, sən dünyanı necə sevirsən? Deyir, mən dünyada yaşayıram, dünyada evlənirəm, övladlarımı böyüdürəm, həccə gedirəm, qardaşlarıma infaq eləyirəm, qardaşlarımla görüşürəm. Həzrəti İmam Sadiq əleyhissalam deyir ki, bu dünya sevgisi deyil ki, bu axirət sevgisidir. Bu axirət sevgisidir. Ona görə də Peyğəmbərimiz buyurur ki, "Əd-dünya məzra'atul axirah." Buyurur ki, dünya axirətin əkin yeridir. Biz bu dünyada əkirik, axirətdə biçəcəyik. Dünya o zaman tərif oluna bilər ki, dünya o zaman məzəmmətdən uzaq ola bilər ki, bizə axirəti qazandırsın. Və axirəti qazanmaq üçün də bizim bir fürsətdir. Dünya olmasaydı biz axirəti harda qazanacağıq? Az üzr istəyirəm, bəzi əzizlərimiz də var, tərki dünyadılar. Bu dünyada da faydalı olmaq istəmirlər. Sanki xeyirləri yoxdur, yəni istəmirlər ziyanları da olsun, belə bir şey. Yəni istəmirlər bir kəsə bir xeyri dəysin, ziyan da istəmirlər. Bu əzizlərimizin fikri necə olardı onlara qarşı? Ümumiyyətlə, buna asketizm də deyirlər, guşənişinlik də deyirlər. Yəni bir kənara çəkilib, əyləşmək və tərk-ü dünya olmaq, hər bir şeydən uzaq olmaq. Təbii ki, bu dinimizdə icazə verilən bir məsələ deyil. Çünki bilirsiniz də, insan ictimai varlıqdır. Hədislərdə qeyd olunub ki, birlikdə, ictimaiyyətdə rəhmət var, təklikdə isə əzab vardır, təkliyə çəkilməkdə. Başqa bir hədisdə qeyd olunur ki, insan tək qalanda şeytanın ovuna çevrilir. Necə ki, qoyun və yaxud da quzu tək qalanda qurdun ovuna çevrilirsə, insan da tək qalanda şeytanın ovuna çevrilir. Ona görə tək qalmaq yaxşı bir şey deyil. Baxın, insanın özünü günahdan qorunmasının yollarından biri də tək qalmamasıdır. İnsan tək qalanda günah fikirləşə bilər, cinayətlər fikirləşə bilər. Ona görə tək qalmaq bəyənilmir. Məsələn, Peyğəmbərimizə bir nəfər yaxınlaşır, buyurur, deyir ki, mən istəyirəm çəkilim dağa, dağda ibadət eləyim, insanlardan uzaq olum və günahdan da uzaq olum. Peyğəmbərimiz buyurur ki, ona, tutaq ki, sən dağa çəkildin, orada namaz qıldın. Tamam, namazın qəbuldur. Oruz da tuta bilərsən tək dana, filan işlərdə görə bilərsən. Bəs əmr bil məruf və nəhy anil münkəri necə eləyəcəksən? İnsanları yaxşılığa dəvət, pisliklərdən çəkindirməyi necə eləyəcəksən? Bu da insanın boynunda vacibdir axı. Ona görə insan o zaman dəyərli olur ki, dünyada olub dünyalı olmamalıdır. Dünyada olasan, amma dünyalı olmayasan. Hədislərdən birində buyurulur ki, dünyanı aldadın. Soruşurlar ki, Peyğəmbərimiz soruşurlar ki, ya Rasulullah, dünyanı necə aldadaq? Bir dünyanın çörəyin yeyin, amma Allah üçün çalışın. Allaha xidmət eləyin. İmam Hadi əleyhissalam buyurur ki, Əd-dünya soğun. Dünya bir bazardır. Rabihə fiyhə qavmun. Bir qisim insanlar o bazarda nə eləyərlər? Uğur əldə eləyərlər. Qazanc əldə eləyərlər. Bazarda nə eləyərlər? Bazarda ticarət eləyirlər. Bir qisim insanlar orada uğur əldə eləyərlər, qazanc əldə eləyərlər və xasirə axərun. Digər bir qism isə nə eləyərlər? Xəsarətə uğrayarlar. Bizə ki, Əsr surəsində buyurulur da, Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim vəl-əsr innəl insənə ləfi xusur. And olsun əsrə, həqiqətən insan ziyan içərisindədir. Ondan sonra istisna şəxsləri də Allah Teala orada buyurur. Ona görə ziyan içərisində olmamaq üçün insan bu dünya bazarında nəyi aldığı və nəyi satdığına diqqət eləməlidir. Bəqərə surəsinin əvvəllərində Allah Teala buyurur ki, həmin o hidayət olmayan şəxslər haqqında, kafirlər haqqında Allah Teala buyurur ki, onlar hidayəti verdilər. Yəni düzgün yolu verdilər. Əvəzində nə etdilər? Azğınlığı aldılar. Dəlaləti aldılar onlar
hidayətin müqabilində. Fəmə rabihət ticarətuhum. Onların ticarəti mə rabihət. Yəni uğur gətirmədi. Biz buna baxırıq, bir tərəfdə də baxırıq ki, Bəqərə surəsinin sonlarına doğru 207-ci ayəsidir, səhv eləmirəmsə, 207-ci ayəsində Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim. Və minən nasi men yeşri nəfsəhu ibtiğa'a mərdatillah vallahu raufun bil ibad. Bu tərəfdə kafirlər ki, azğınlığı almaq üçün hidayəti vermişdilər. Digər bir ayədə Allah Teala buyurur ki, insanlardan eləsi də vardır ki, Allahın razılığını əldə etmək üçün öz canlarını ortaya qoyurlar. Öz canlarını satırlar. Ticarət meydanında öz nəfslərini və canlarını ortaya qoyurlar. Allah öz bəndələrinə qarşı rauf və mehriban. Bu ayə kimin haqqındadır? Bu ayə Həzrət Əli əleyhissalamın haqqındadır ki, Peyğəmbərimiz hicrət eləyəcəkdi. Allahın salamı, rəhmət olsun ona və əhl-i beytinə. Peyğəmbərimiz hicrət eləyəcəkdi. Yerində bir nəfər şəxs onun yerində yatmalı idi. O da Həzrət Əli əleyhissalam həmişə olduğu kimi yenə də öz fədakarlığını orada göstərdi. Allah Teala da bunun əvəzində ayə nazil elədi. Ona görə biz baxanda dünya haqqında danışırdıq, dünya sevgisinin məzəmməti və yaxud da tərifi. Əgər biz bu dünyada axirətimizi qazanırıqsa, bu dünya bizim üçün bir fürsət yeridir. Hətta bir nəfər olub Həzrət Əli əleyhissalamın yanında dünyanı məzəmmət eləyir, dünyanın haqqında pis danışır. Həzrət Əli əleyhissalam həmin şəxsi qınayır. Deyir ki, sən dünyada aldanmısan, sən dünyada günah eləmirsən, dünya səndə günah eləməyib ki. Günah, əgər biz dünyada aldanırıqsa, günah bizim özümüzə qayıdır. Biz aldanırıq. İmam Səccad əleyhissalamın bir duası var. Deməli, dünya sevgisinin insanın qəlbindən çıxarması haqqında. Çox maraqlı duadır. Buyurur ki, İlahi, əxric hubbəd dünya min qulubina. Buyurur ki, İlahi, dünya sevgisini bizim qəlbimizdən çıxar. Və davamı da çox gözəldir. Kəmə fəaltə bis salihin səhvətikə. Necə ki, seçdiyin bəndələrin, seçdiyin salihlərin qəlbindən bunu çıxarmısan. Salihlər üçün bunu eləmisən. Yəni, biz dünya məhəbbətin qəlbimizdən çıxarmaq üçün də Allaha dua eləməliyik. Allahdan yardım istəməliyik ki, biz bu dünyaya gəlmişik. Amma belə deyək, dünyada məqsədimiz axirəti qazanmaq üçündür. Məsələn, bəzi insanlar olur, çox təəssüflər olsun ki, bu cür insanlar da həddən artıq çoxdur. Dünyaya gəliblər, amma dünyada olan vəzifələri nədir, nə üçün gəliblər, nə etməlidirlər bunlardan qafildirlər. Həzrət Əli əleyhissalamın hədis var, buyurur ki, insan gərək bir neçə sual var ki, onun ardınca geçsin, onu axtarsın, o sualların cavabı haqqında təfəkkür eləsin. Bu nədir? Bu, mən hardan gəlmişəm, mən hardayam və mən hara gedəcəm. İnsan əgər bir ömür bu suallara düşünsə, bu sualların arxasınca getsə, yəqin ki, dünyanın necə bir yer olduğunu da anlayar, öz vəzifəsini də anlayar, öz hədəfini də anlayar və qeyd elədiyimiz kimi bu dünya bazarında aldanmaz, xəsarətə getməz. Davamında buyurur ki, وَالْأَبْرَارِ مِنْ خَاسَّتِكَ. Və sən, ilahi, xas bəndələrin ki var, xas möminlər ki var, onların da qəlbindən necə ki dünyanı çıxarmısan, mənim də qəlbimdən dünyanı çıxar. Nəticə olaraq bunu deyə bilərik ki, əgər dünyada biz axirətimizi qazanırıqsa, dünyada biz Allahımızı tanıyırıqsa, dünyada biz Peyğəmbərimizi tanıyırıqsa, dünyada biz Əhl-i Beyti tanıyırıqsa və onlar kimi olmağa çalışırıqsa və bununla da dünyanı əkin yeri qərar verib, axirətdə etdiyimiz əməllərin, səmərələrin götürürüksə, dünya tərifə layiqdir. Amma bunun əksidirsə, dünyada qazandığımız bizim etdiyimiz qəflətlər nəticəsində, axirətdə qazandığımız dünyada etdiklərimizin nəticəsi olaraq axirətə qazandığımız əzab, əziyyətdirsə, təbii ki, bu məzəmmət olunan dünyadır. Az təşəkkür edirik gözəl fikirlərinizə görə. Biz yenidən mövzuya qayıdacağıq inşallah. Az mən yenidən istəyərdim mövzuya qayıdaq, bir gözəl hədislə istərdim mövzu davam eləsin. Həzrəti Əli əleyhissalamdan bir hədis var ki, dünya sevgisi ağla fəsad, ziyan verir, qəlbi hikmətləri eşitməyə kar edir, ağrılı, şiddətli əzaba səbəb olur. İstəyərdim bu hədis ətrafından danışaq. Mövzumuz elə dünya ilə davam eləyir. Bu da dediyiniz mükəmməl hədis.
Həzrət Əli əleyhissalamın dilindən deyilmiş bir hədisdir. Hədisin ilk, belə deyək, bəyan elədiyi bizə dünya məhəbbətinin ağla vurduğu ziyandır. İnsan dünyada yaşadığı müddətdə əgər dünyanın, belə deyək, cahı cəlalına aldanırsa, onun ağlı sanki pərdələnir. Ağlı işləmə qüvvəsini itirir. Bayaqlarda buna aid bir şey dedik. Uşaq məsələsi kimi. Uşağın bilirdə, uşağın ağlı mərhələ-mərhələ inkişaf eləyir. Birdən-birə, məsəl üçün, hətta buluq yaşında olduğu kimi, hətta buluğunda olduğu yaşda, kamillik yaşında olduğu kimi, məsəl üçün, kamillik yaşdan da öncə 20 yaşında, 30 yaşında və nəhayət 50 yaşında, yəni hər yaşın sanki bir öz dərk etmə qüvvəsi var. Dünyaya aldanmaq, dünya sevgisi, o sevgi məzəmmət olunan sevgi insanın birbaşa ağlına təsir eləyir. Və insan ilk öncə analiz etmə qüvvəsini itirir. İnsan haqla batili seçə bilmir. Məsəl üçün, Həzrət Əli əleyhissalamdan gözəl bir hədis var ki, buyurur ki, ağıllı insan o şəxs deyil ki, yaxşı ilə pisi bir-birindən ayırsın. Ona qalsa, hətta buluq olmayan şəxs də yaxşının pisdən ayrılır. Biz şəriət kitablarında görürük ki, uşağın hətta buluq olmazdan əvvəlki bir dönəm var, ona müməyyiz dövrü deyirlər. Yəni, yaxşını pisdən ayırma dövrü. Yəni, uşaq da yaxşını pisdən ayırma dövrü var. Amma Həzrət Əli əleyhissalam buyurur ki, ağıllı şəxs o deyil ki, yaxşını pisdən ayırsın. Bu asan bir şeydir. Ağıllı şəxs odur ki, iki pis arasında qalanda ən az zərərlisini seçsin. Demək, ağıllı insanın ən əsas üstün xüsusiyyəti budur ki, onun analiz etmə qüvvəsi var. İnsan ağlı vasitəsilə analiz eləyir, hansı düzdür, hansı səhvdir, hansı az zərərlidir, hansı çox zərərlidir, hansı daha xeyirlidir, onu seçə bilir. Ağıllı insan da əgər dünya sevgisinə aldanırsa, daha doğrusu insan əgər dünya sevgisinə aldanırsa, onun ağlı fəsada uğrayır. Fəsada uğramaq nə deməkdir? Bizim dildə isə pozulur sanki. Belə deyək ki, düzgün işləmir. Bu deməkdir, insan ağlını itirir, xeyr. Yəni, dəli bir hala, biz dediyimiz kimi, dəli məzun halına gəlmir. Ağlın itirir o mənada ki, ağlına ziyan vurur o mənada ki, ağlın düzgün yolda istifadə eləyə bilmir. Böyük İslam alimlərindən biri var, əxlaq sahəsində kitabları var onun, xüsusilə insanın psixi sağlamlığı haqqında kitabı var. O adı Yaqub ibn İshaq Əl-Kindi. Bunun bir kitabı var, adı Dəf'ul Əhzan. Yəni, çətinliklərin, sıxıntıların, hüzünlərin dəf'i. Yəni, o insanın özündən uzaqlaşdırılması. Biz insan olaraq sıxıntılarımızı, hüzünlərimizi, kədərlərimizi necə özümüzdən uzaqlaşdıra bilərik. Orada dünya haqqında bir bənzətmədən istifadə edir. Sanki düşünün ki, insanlar bir gəmidə yaşayırlar. Gəmidə yaşadıkları müddətdə bir adaya düşməli olurlar. Adaya düşdükləri zamanda vəzifələri bundan ibarət olur ki, onlar adadan ancaq zəruri ehtiyaclarını götürəcəklər. Amma insan övladı düşür gəmidən. Gəmidən düşdüyü zaman başlayır adada, meşəlikdə meyvələrə, nə bilim, çiçəklərə aldanmağa. Aldanmaq yəni nə? Başı qarışır ona. Öz lazım olan ehtiyacını götürmür, lazım olmayanları götürür. Lazım olmayanları götürür və artıqlaması ilə götürür. Və burada bir neçə qisim insanlar olur. Bəziləri olur ki, verilən vaxt, məsəl üçün 1 saat vaxta qayıtmalısınız. Bəzilərinin vaxtı başı o qədər qarışır ki, gəmiyə qayıda bilmir. Və nəhayətdə orada qərq olub, həlak olur. Bir müddət başqa bir dəstə gəlirlər, amma artıq yüklər çoxdur. Gəmidə artıq yüklər yükləyirlər. Ondan əvvəl gələnlərin, onların yerini tutublar, ayaq üstə qalırlar və həmin şəxslər götürdükləri artıq yüklərə görə başlayırlar əziyyət çəkməyə.
əziyyət çəkirlər və bir müddətdən sonra götürdükləri ərzaq da artıq xarab olur, onlardan başlayır pis qoxu gəlməyə. Dünya əhli də bu cür nədir? Dünya əhlindən pis qoxu gələr. Bəziləri isə düşürlər ora, adada zəruri ehtiyaclarını görürlər və sonradan təzədən gəlirlər, əvvəlki rahat yerlərində otururlar, həyatlarını davam edirlər. Mərhum Kindi insanların dünya həyatını buna bənzədir. Bəziləri dünyaya gəliblər, dünyanın zərinə, zibasına aldanırlar. Lazım olan işin arxasında gedə bilmirlər. Ağıl qüvvələrini itirirlər. O bəzi bərbəzəkli şeylərə aldanırlar. Uşaqları görmüşük də, uşaq bəzən çox vaxt neylə oynayırlar? Parıltılı şeylərlə oynayırlar. Baxırsan, dəyəri yoxdur. Balaca bir kağızdır, orada bir dənə konfet kağızı kimi bir şeydir. Baxırsan, biraz parıltısı var, amma heç bir dəyəri yoxdur. O, insanın da ağlına ziyan vurduğu vaxt nəticə bu olur ki, o uşaq kimi əsl dəyərliylə yalancı parıltılı əşyanı ayırt eləyə bilmirlər. O adı ağıllı adam baxır ki, uşaqdır, oynayır dəyərsiz bir kağızdan sadəcə parıldır. Fars dilində bir atalar sözü var, mən çox xoşum gəlir bu atalar sözündən. Deyir ki, hər dərəxşəndə zər nist. Mənası budur ki, hər parıldayan qızıl deyil. İnsan əgər ağıl qüvvəsini itirsə, hər parıldayanı qızıl zənn edəcək. Və təsəvvür edin, hər parıldayanı sən öz üzərə yükləyirsən, bu nə olur? Artıq yüklər olur. Hər yükdə sənə bir əlavə əziyyət gətirir. Dostlardan biri var idi, deyir, bir dəfə mən sərhədi keçirdim, heç bir əşyam yoxdur. Bir dənə belə deyə əl çantasıdır, sərhədi keçirdim. Sərhəddə də düzülüb insanlar nə qədər yüklərlə falandan. Deyir, mən xahiş elədim ki, mənim yüküm yoxdur, onlar keçim. Biri razılaşdı, hamısı razılaşdı. Nə qədər insanlar keçsin, dayandım başda, üzümü çevirdim onlar. Dedim ki, baxın, axirətdə də bu cür nə olacaq? Kimin əgər yükü azdırsa, onun işi rahat olacaq. Yükümüz nə qədər çoxdursa, hesabatımız da o qədər ağır olacaq. İmam Sadiq əleyhissalam dünyanı bir ilana bənzədir. Buyurur ki, dünya ilana bənzəyir, ilan kimidir. Üstü yumuşaq və bərbəzəkli, bilir də ilanı hamımız görmüşük, ən azı kadrlarda görmüşük. Yumuşaqdır, hətta deyirlər ki, sərin olur, bərbəzəkli olur, naxışlı olur, amma içi də onun zəhərlə dolu olur. Təhlükəli heyvan da bilirik, ilandan qaçmaq lazımdır. Buyurur ki, İlanın üstü yumuşaq, bərbəzəkli, içərisi isə zəhərlə doludur və aldadıcıdır. Aldadıcıdır. Uşaqlar ondan oynayar. Məsələn, bizlər də adətən dilləri uşağın ilanla oynayan vaxtıdır. Yəni, ağlı o dərəcədə deyil ki, o ilanın təhlükəli olduğunu başa düşsün. Demək, ağıl zəifləyəndə təhlükəli şeylərlə oynayar. Ağıl tam kamil olmayanda. Hədis davamında buyurur ki, uşaq ondan oynayar, aqil isə, yəni ağıllılar isə ondan qaçarlar. Dünya da bu cür nədir? Ağıllılar, uşaqlar ondan oynayar, ağıllı insanlar isə, ağlın səlamət saxlayanlar isə ondan qaçarlar. Hətta gözəl bir söz var, buyurur ki, sən dünyaya xidmət eləmə, qoy dünya sənə xidmət eləsin. Sən əgər dünyanın dalınca qaçmasan, dünya sənin dalınca qaçacaq. Başqa bir hədisdə buyurur ki, sən dinivə görə dünyandan üç çevir. Dünyava görə dinindən üç çevirmə. Əgər dinivə görə dünyadan üç çevirsən, ağıllı hərəkət eləmiş olarsan, bununla da həm dinivi salamat saxlayarsan, həm də dünyadan nəsibini alarsan. Amma dünyaya görə dinivə xəyanət eləsən, yəni üç çevirsən, yəni belə deyək ki, uşaqlıq eləsən, yəni ağılsızlıq eləsən, dinivi qurban versən, həm dinindən olacaqsan, həm də dünyandan olacaqsan. Misal çəkib, İbn Mülcəm misal çəkə bilərik. Dini də verdi əldən, dünyanı da verdi əldən, axirət də verdi əldən. Bəli. Ağlın çünki düzgün istifadə eləməmiş. Mən burada Kərbəlada Ömər Zəd məlunun nümunəsini çəkmək istəyirəm. Bilirik də o dünya məsələsi də var idi onun içərisində. O tanıyır, İmam Hüseyn əleyhissalamla belə də görüşü var. Yəni Kərbəlada olanlar görüblər
bazarın içərisində sonuncu dəfə görüşdüyü yeri var orada. Hətta deyirlər ki, o qədər yaxın olub ki, İmam Hüseyn əleyhissalamla Ömərzəd o qədər yaxın idi ki, atlarının boynu bir-birlərinə dəyirdi. O qədər yaxında söhbət edirdilər. İmam Hüseyn əleyhissalam dedi ki, sən bilirsən mən kiməm? Deyir, bilirəm. Deyir, bəs niyə bu cürünə? Deyir ki, mən qorxuram, nə bilim, uşaqlarımı öldürərlər, nə bilim, ailəmi öldürərlər. Deyirlər ki, mən kəfil dururam sənə, sən uşaqların ailəvi heç nə olmayacaq. Deyir, mən qorxuram, əkin yerlərimi xaraba qoyarlar. Deyir, mən sənə dünya malını da verəcəm. Deyir, mən qorxuram, evlərimi yandırarlar, nə bilim, dağıdarlar. İmam Hüseyn əleyhissalam, mən kəfiləm, nə deyirsən, mən ödəyəcəm sənin. Amma nə olur? Axırda yenə də dünya malı. Məzəmmət olunan dünya budur. Ağılın düzgün işləməməyi budur. Budur ki, sənə zaten dünya, sən dünyanı da verir. Ahirəti sən tutmalısan ki, əsas olanı tutmalısan ki, sən dünyavi də, dinivi də əldən verməyəsən. Bizdə bəyənilmir ki, məsəl üçün, sən, məsələn, bayaqlar siz qeyd edələrdə, sualda verdiniz, bəyənilmir ki, insan dünyasını atsın kənara, ancaq ahirətlə məşğul olsun. Yəni, insan dünyanın, Quran-ı Kərimdə ayə də var da bilirsiniz, dünyadakı nəsibini al, dünyadakı nəsibindən istifadə elə. Dünyanın nemətlərindən sən istifadə eləməlisən. Dünyanın, belə deyək, o vaxta qədər ki, sənə ziyan vurmur. İsa əleyhissalamdan belə bir hədis var, İsa əleyhissalamdan. Buyurur ki, dünya belə deyək, malı, dünya həyatı 3 dənə şey əgər olmazsa, 3 dənə xüsusiyyət olmazsa, dünya həyatı yaxşıdır. Birinci xüsusiyyət bilirik, halaldan qazanasan. Əgər halaldan qazanırsansa, yaxşıdır. Qurtardı mı? Xeyr, bitmədi, davamı var. İkinci, halala xərcləyəsən. Halaldan qazanıb, halala xərcləyəsən. Bitdi mi? Xeyr, bitmədi. Halaldan qazandın, halaldan xərclədin. Üçüncü isə qəflət eləməyəsən. Dünya səni aldadmaya. Ola bilər halaldan qazanırsan. Ola bilər halala xərcləyirsən. Həzrət Əleyhisselam zaten deyir ki, dünyanın nəyini tərif edeyim? Halalının hesabı var, haramının da əzabı var. Dünya tərif olunmağa dəyməz. Ona görə də İmam Sadiq əleyhissalam ki, ağıllılar dünyadan qaçarlar. İmam Sadiq əleyhissalam ağıl haqqında danışmışkən bir hədisdə qeyd eləyək. Elə dünyaya da bu aiddir. İmam Sadiq əleyhissalam ki, ağıllı insan gərək 3 şeyi əsla unutmasın. Ağıllı insan 3 şeyi daim ağlında saxlasın. Birincisi, dünyanın faniliyidir. İnsan dünyanın faniliyini unutmamalıdır. Bu dünyaya gələn bir gün gedəcək. Əlində olan bir gün əlindən çıxacaq. Ağıllı olan bunu heç vaxt unutmamalıdır. Dünyanın, adi hələ gün ərzində biz buna şahid oluruq. Günümüzün yarısı günəşlidirsə, yarısı da zülmətdir. Yarısı da, belə deyək, zülmətdir, qaranlıqdır. İnsan da dünyanın faniliyin unutmamalıdır ki, əlimizdən gedəcək, müvəqqətidir. Müvəqqəti olan şeylər çox da dəyərli olmaz. Təsəvvür edin, bir stansiyada saxlayıblar, müvəqqəti deyiblər ki, burada məsələn, zəruri ehtiyaclarınızı görün, insan taxılıb qala orada, heç yerə getməyə, hələ fikir qala orada, qatar da çıxıb gedir. Həzrət Əli əleyhissalam bir hədisində buyurur ki, dünya həyatı karvanın su içmək üçün dayandığı bir keçid yeridir. İnsan orada müvəqqəti qalır. Bu dünyada biz qonağıq. Elədir də, qonağıq. Qonaq olan yerdə məzəmmət olunarmı? Məzəmmət o zaman olunar ki, o zaman qonağı danlayarlar ki, o zaman qonaq danlıq eşidər ki, qonaq özün qonaq kimi aparmayanda. İnsan ki, özün qonaq kimi aparmadı, onu qovarlar da, onu danlayarlar da, lap yer gəlsə, döyərlər də. Ona görə də dünyanın faniliyi unudulmamalıdır. İnsan bu dünyada özün qonaq kimi. Qayda qanunu nədirsə, bir yerə ola bilər ki, mənim evimin bir qanunu var, sizin evinizin bir qanunu var. Yəni bu şəxsiyə aid olan bir şeydir də. İnsan da qonaq getdiyi yerin ədəb ərkanını bilməlidir. Mən hara getmişəm? Məsələn, bəzi yerlər var ki, o yerin xüsusi geyimi var. Bəzi yerlər var ki, sərbəst geyimdir, bəzi yerlər var, rəsmi geyinməlisən. Bunlara bu getdiyin yerin ədəb ərkanıdır. Biz də bu dünyaya gəlmişiksə, bu dünyada ağıllı insan odur ki, getdiyi yerin, dünyanın ədəb ərkanını bilə, qaydasın, qanunun bilə. O qanunlardan da əsası budur ki,
fanidir, keçicidir. İkinci nədir? Dünyada olan dəyişikliklər. Bir anda hər şey dəyişə bilər. Bir anda əlindən olan çıxa bilər və yaxud da əlində olmayan əlinə gələ bilər. Ona görə dünyanın dəyişikliklərini ağıllı insan unutmamalıdır və çarəsi olmayan xəstəliklər, çarəsi olmayan çətinliklər insanın ağlında olmalıdır. İnsan əgər dünyada qəflət eləsə, dünyanın cahcalarına aldansa, nə olar? Məsəl üçün, Züleyxa xanımın məsələsini oxumusunuz və yaxud da eşitmişsiniz. Yusuf əleyhissalamı çağırdı, qadınların gözü qaldı Yusuf əleyhissalamda, əllərindəki meyvəni kəsmək əvəzinə əllərini kəsdilər və onu da hiss eləmədilər. Buradan biz nə nəticə çıxardırıq? Yəni, ağıl qüvvəsi fiziki olaraq da öz qüvvəsini itirdi. Bozuldu orada, bəzi şeylər pozuldu. Çünki fikir başqa yerdədir. İnsan da dünyada fikri düzgün yerdə olmasa, nə etdiyinin fərqində olmayacaq. Az təşəkkür edirəm. Var olasınız gözəl fikirlərinizə görə. Hacı, mən istəyərdim, dəyərli izləyicilər, izləyirlər, mən bilirəm ki, bu sual onlar üçün də sonda maraqlı olacaq. Biz danışdıq dünya sevgisindən və dünya sevgisi yaxşı bir şey deyil bildik. Amma biz nə edə bilərik ki, bu dünya sevgisini qəlbimizdən çıxardıq, xüsusən də bu aylarda, bu rəhmət dolu aylarda? Dediyimiz kimi, mübarək Ramazan ayının bərəkətli günlərini yaşayırıq. Ramazan ayında, belə deyək, bizim əldə eləyəcəyimiz şeylərdən biri də dünyadan düzgün istifadə eləməyimizdir. Biz Ramazan ayından bunu öyrənə bilərik. Ramazan ayında biz təfəkkür eləyə bilərik. Həzrət Əli əleyhissalam buyurur ki, təfəkkür insanın gözünü açar. Yəni, görməsi lazım olan şeyləri təfəkkür vasitəsilə insan görə bilər. Ramazan ayı bizim dünya ilə bağlarımızı qırmağa kömək eləyər. İnsan əgər bir şeyə bağlanıbsa, bu dünyadır artıq. Və bağlandığımız şeylər bizi ona doğru getməyə bağlayar. Biz sanki zəncir olar, biz ona doğru gedə bilmərik. Rəbbimizin dərgahından bizi uzaq tutar. Biz ki, əvvəldə bir ayə qeyd eləmişdik. Allah Teala insanı gözəl biçimdə yaratdı və aşağılardan aşağıya indirdi. Bizim vəzifəmiz yenidən aşağılardan yuxarıya doğru getməkdir. Əgər bizdə olan bağlılıq olarsa dünyaya, bu bizi yuxarılara qalxmağa qoymayacaq. Bizə ağırlıq yaradacaq. Ramazan ayı bizlərə bu ağırlıqlardan qurtulmaqda kömək eləyir. Baxsaq Ramazan ayının belə deyək 30 gününə, təxminən 30 gününə baxsaq, Ramazan ayı sanki kiçik bir dünyanı bizə xatırladır. Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Laqad xalaqnal insana fi kabad." Biz insanı çətinlikdə qərar verdik. Biz Ramazan ayının oruclu olan vaxtlarına baxsaq, gündüz vaxtlarına baxsaq, insan cismi cəhətdən nisbətən biraz əziyyət çəkir. Biraz zəhmətə qatlaşır. Çünki adət elədiyi, belə deyək, rejimdən biraz uzaqlaşır. İstədiyi vaxt su içə bilmir, istədiyi vaxt yemək yeyə bilmir və digər məhdudiyyətlər var. Bizdə bu məhdudiyyətlər nə üçündür? Təqvaya birbaşa kömək eləyir. Təqvalı olmağımız üçündür. Ayətində də zaten bəllidir. Və digər Ramazan orucluğa aid olan ki, ayə var. Bəqərə surəsinin 183-cü ayəsi. 84-cü ayəsində nə deyir? Əyyəmən mə'dudə. Buyurur ki, əyyəmən mə'dudət. Buyurur ki, bu günlər sayılı günlərdir. Ramazan ayı ki, oruç tutacaq, müəyyən məhdudiyyətlər yaşayacaq. Yəni, çox narahat olmayın. Allah Teala bizə sanki psixoloji bir təskinlik verir. Çox ayənin əvvəlinə də baxanda bunu görürük biz. Allah Teala buyurur ki, oruç tutmaq sizə vacib edildi, digər ümmətlərə də vacib edilmişdi. Yəni, təkcə sizin başınıza gələn bir çətinlik deyil bu. Biz dırnaqarası çətinlik kimi əgər qəbul eləsək bunu. Məsəl üçün, bir adamın başına hər hansı bir çətinlik gələndə, hər hansı bir müsibət gələndə, o bayaq ki, Əl-Kindidən ki, misal gətirim. Həmin Əl-Kindi adında olan alim buyurur ki, insanın çətinliklərlə mübarizəsində
təsirli olan şeylərdən də biri digər müsibət və bəla və yaxud da çətinlik görənlərə baxmasıdır. Təskinlik tapmaq. Bəli, digərləri. Baxın biz Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid anaları və yaxud da şəhid ataları bir-birlərindən təskinlik alırlar. Amma belə doğru. Onları ən yaxşı övlad itirənlər və yaxud da şəhid verənlər daha yaxşı anlayır. Onun qəlbinin yanğısını onlar daha gözəl bilir. Ona görə də Əlkindi deyir ki, digərlərində də bu müsibət baş verir. Digərlərindən çətinlik. Biz ayəyə baxanda görürük ki, Allah Təala bu psixoloji belə deyək, təsirləri orada da göstərir. İnsanlara başa salır ki, bu təkcə sizə vacib edilməyib. Sizdən əvvəlkilərə də vacib edilmişdi. Sanki uşağa bir dənə iynə vurmaq lazımdır. Uşaq balacadır. Allah Təala bizimlə belə danışır sanki. Uşağa iynə vurmalı. Deyirsən ki, təkcə sənə yox. Bütün sən yaşlı uşaqlara vurulub bu iynə. Məsələn, sən qardaşına da bu uşaq vaxtı filan yaşlı olanda vurulmuşdu. İndi sənə vurulmalıdır. Sonra ayənin davamında nə deyir? Deyir ki, əyyəmən mə'dudət. Bu günlər ki var, çətin günlər. Bu günlər müvəqqətidir. Yenə deyirəm, amma Ramazan ayını çətin görənlər üçündür bu. Dünyanı çətin görənlər üçündür. Dünya həyatı da buna bənzəyir. Allah Təala bizə başa salmaq istəyir ki, bu dünya həyatı müvəqqətidir. Müvəqqəti bu dünya həyatının çətinliklərinə səbr et ki, əbədi həyatı qazana biləsən. Bir dəfə dostlardan biri mənə dedi ki, bu niyə belədir? Allah Təala insanın niyə çətinliklərini istəyir? Mən dostumun həmişə yaxşılığını istəyərəm. İstəyirəm ki, dostum həmişə xoş günlər keçirsin, yaxşı günlər olsun, hər şey olsun, işlər asan. Allah bizi niyə bu cürünə çətinliyə salır? Hədisdə də var da, əl-bəlau lil-vila. Bəla Allah dostları üçündür. Niyə belədir? Mən ona deyirəm ki, dünyanın strukturu bu cürünədir. Dünyanın quruluşu bu cürünədir. Və Allah Təala bizi çətinliyə salmaqla bizim belə deyək, xeyrimizi istəyir. Mən ona bir misal çəkdim. Dedim ki, tutaq ki, bir nəfər xəstədir. Həkim ona deyir ki, səhər-səhər tezdən durub idman eləməlisən. Sən də dost olsun, əsl dost neyniyər? Onu səhər-səhər oyadar, onu məcbur eləyər ki, dur idman elə. Yoxsa deməz ki, örtüyü üstüə çək, rahat yat. Əsl dost o cürünədir. İnsanın yaxşılığını fikirləşən. Ona görə deyirlər ki, ağlada cənnətə aparan dost, gülə-gülə cəhənnəmə aparan dostdan daha yaxşıdır. Allah da bu ayda bizim xoş günümüzü istəyir. Dünya ilə olan bağlılıqlarımızı qırmaq. Allah bizə başlar ki, dünyada müvəqqətisən, necə ki, Ramazan ayı da müvəqqətidir. Buna dair biz bir hədisi də təsdiq olaraq deyə bilərik. Ramazan ayının son günlərinə, Fitir bayramına aid olan bir hədis var. Allah Peyğəmbərimizdən də səhv eləmirəmsə hədis, Peyğəmbərimiz buyurur ki, Fitir bayramı qiyamət gününə bənzəyir. Nə cəhətdən? İnsanlar hamısı toplaşır. Bayram namazında da insanlar hamısı toplaşır. Ondan sonra bayram namazı qılırıq və hədisdə var ki, insana mükafatlar təqdim olunar. Qiyamətin günündə də əvəz verirlər insana. Və ondan sonra bayram namazından sonra evlərimizə gedərik. Fitir bayramında da evimizə gedirik. Qiyamətin günündə də haqq hesabından sonra, əcr aldığımızdan sonra nəyə hara gedirik? Cənnətə və yaxud da Allah uzaq eləsin, hər hansı bir aqibətlə, acı aqibətlə yaşayırıq. İnsanın Ramazan ayında dünyaya bağlılıqlarına diqqət eləməsi mövzularından biri də özünə nəzarətdir. Baxın, biz Ramazan ayında müəyyən şər'i məsələlər var da, onlara əməl eləməliyik. Şər'i məhdudiyyətlər var. Yeməkdir, içməkdir, qatı tozun boğazına getməsidir və digər şər'i məsələlər ki, bunlardan uzaq olmalıyıq. Biz belə deyək, fiziologiyamıza nəzarət edirik, bədənimizə nəzarət edirik. Bundan sonra əxlaqi tərəfdən də var. Əxlaqi cəhətdən deyir ki, danışdığı var, dediyi və ya baxdığı var, hamısına diqqət elə. Necə ki, ağzına daxil elədiyin şeylərə diqqət edirsənsə, ağzından xaric etdiyin şeylərə də diqqət eləməlisən. Danışdığın hər sözə, dediyin hər bir kəlməyə diqqət eləməlisən. Hətta daha da yuxarı qalxaraq deyir ki, özünə nəzarəti o qədər güclü elə ki, təfəkkürə belə nəzarət eləyəsən. Başqa şeylərdə fikrin getməsin. Yəni, bu nəzarət bizə dünyada belə deyək, səlamət qalmamıza kömək eləyir. Ramazan ayında ki, insan bu cürünə özünə nəzarət eləyir, digər aylar üçün sanki immunitet toplayır. Sağlamlığın güclədir. Digər aylarda da bir il ərzində
daha bu dünyada salamət qalması üçün sanki enerji toplayır. Və ibadətlərin çoxalması, tövbələrin edilməsi bu ayda bilirsiniz də daha çox əhəmiyyət verilən əməllərdəndir. İnsan ibadəti ilə dünya ilə olan bağlılıqlarını qıra bilər. Tövbə ilə birbaşa həyatını dəyişə bilər. Allah Teala Quran-ı Kərimdə buyurur ki, sizin etdiyiniz tövbələrlə hətta günahlarınız belə savaba çevrilə bilər. Çox belə möcüzəvi bir ayədir sanki. Çox fövqəladə bir ayədir. Allah tövbə vasitəsilə insanın günahın, sən günah eləmişdin, qiyamətin günündə xəcalət çəkirdin ki, bu günah kimi gələcək. Amma etdiyin tövbə sayəsində görürsən ki, bu günah sənin üçün bir savab olaraq gəlib. Tövbənin bu qədər fövqəladə bir gücü var. Ona görə də Həzrət Əli əleyhissalam Şabaniyyə xutbəsində, Peyğəmbərimiz Şabaniyyə xutbəsini deyir. Ondan sonra Həzrət Əli əleyhissalam qalxır, ya Rəsulullah, bu ayda ən üstün əməl hansıdır? Peyğəmbərimiz buyurur ki, bu ayda ən üstün əməl günahlardan çəkinməkdir. Çirkabdan, belə deyək öz dilimizdə, çirkabdan uzaq gəzməkdir. Pis qoxudan, pis qoxulu əməllərdən uzaq gəzməkdir. Birbaşa fikrimizi ora yönləndirir ki, günahdan, dünya ilə olan rabitədən insan özün uzaq gəzsin. İnsan dünya ilə rabitəsini kəssə, ola bilər ki, ağıllı insan demişik ki, dünya ilə rabitəsini kəsə, dünyada yaşaya, dünyalı olmaya ağıllı insan budur. Amma Həzrət Əli əleyhissalam buyurur ki, digərləri bunlara nə deyəcək? Dəli deyəcəklər. Bir baxanda möminlərə Həmmam xutbəsində deyir də, müttəqilər haqqında deyir ki, baxanlar onların xəstə və yaxud da dəli olduğunu zənn eləyərlər. Amma onlar dəli deyirlər. Onlar xəstə deyirlər. Onlar Allahın qorxusuna görə bu cür hala düşüblər. Peyğəmbərimiz Həzrət Əli əleyhissalama nə buyurub? Buyurub ki, insanlar səni dəli zənn etmədikcə, sən həqiqi mömin olmazsan. Bir gün Həzrət Əli əleyhissalama bir əba hədiyyə edirlər. Gözəl bir əba idi, qolları da var idi. Həzrət Əli əleyhissalam bundan çox xoşu gəlir. Aparır dərziyə, qollarından xüsusən xoşu gəlir. Deyir ki, mən bunun, çünki zidd getməlidir axı. Zidd get, əməl, istəklərə qarşı zidd getmək insanın belə də inkişafına, dünya ilə olan, dünyavi istəklərdən söhbət gedir. Həzrət Əli əleyhissalam gedir o dərziyə, deyir ki, bunun qollarını kəs. Dərzi deyir ki, bunun qolları daha gözəldir. Qolları ilə olanda daha yaxşıdır. Həzrət Əli əleyhissalam deyir ki, qollarını kəs. Dərzi yenə tərkid eləyəndən sonra, nəuzubillah, yəqin ki, Həzrət Əli əleyhissalamı tanımayan bir şəxs olub, zahirən. Deyir ki, sən dəlisən. Nəuzubillah, Həzrət Əli əleyhissalama deyir. Həzrət Əli əleyhissalam əlin qaldırır, deyir, şükür olsun Allaha. Deyir, niyə şükür eləyirsən? Deyir, mən Peyğəmbərdən eşitmişəm ki, Peyğəmbərimiz deyib ki, sənə dəli deməyincə, sən həqiqi mömin olmazsan. Mən buna görə şükür edirəm. Allah Teala bizləri bu mübarək aylarda, mübarək ayda, Ramazan ayında dünyaya qarşı immunitet toplayanlardan qərar versin inşallah. Allah Teala dünyaya qarşı sanki Ramazan ayını bizim üçün bir zireh qərar versin. Dünyanın məzəmmət olunmuş cəhətlərindən, xüsusiyyətlərindən Allah Teala bizi uzaq eləsin inşallah. Hacı, Allah razı olsun. Bu mübarək ayda belə bir misal da var ki, nəfəslərimiz özü bir zikirdir. Bu gözəl ayda istəyərdim ki, hər qonaqlarımızdan bir dua istəyirik. Mən bilirəm, dəyərli izləyicilərin də ürəyindən keçən budur, bizlərin də ürəyindən keçən budur. Bir gözəl dua istəyərdim. İnşallah dua eləyəsiniz. Artıq verilişimizin də sonuna yaxınlaşırıq. Allah Teala bu mübarək Ramazan ayında dualarımızı qəbul eləsin inşallah. Allah Teala ibadət, itayətlərimizi məqbul ibadətlərdən qərar versin. Allah Teala Ramazan ayının feyzin, fəzilətin, rəhmətin bizlərə nəsib eləsin inşallah. Allah Teala gələn günlərimizi keçən günlərimizdən daha xeyirli, daha uğurlu və daha bərəkətli qərar versin inşallah. Allah Teala şəhidlərimizin ruhlarını şad eləsin. Kərbəla İslam şəhidləri ilə bircə qərar versin. Allah Teala bu mübarək ayda, bu əzəmətli ayda xəstələrimiz var. Xüsusən nəzərimizdə olan xəstələrimiz var. Ağrı çəkən, əziyyət çəkən xəstələrimiz var, qazilərimiz var. Allah Teala bu mübarək Ramazan ayına xatir xəstələrimizə şifa versin inşallah. Allah Teala dünyasını dəyişənlərimizi qəriq rəhmət eləsin. Allah Teala valideynlərimizin günahlarını əfv edib hidayət eləsin. Allah Teala dünyasını dəyişən valideynlərimizə rəhmət eləsin. Allah Teala bizləri sevdiyi, seçdiyi bəndələrdən qərar versin.
Allah Teala evlənmə arzusunda olanlara yardımcı olsun. Allahım. Allah Teala övladı olmayanlara əmələ salihə, sağlam, xeyirli övladlar nəsib eləsin. Allahım. Övladlarımızı İslam tərbiyəsində böyütmədə bizlərə müvəffəq eləsin. Allahım. Nəslimizdən, zürriyyəmizdən əhl-i beyt düşməni qərar verməsin. İlahi. Bizləri əhl-i beyti bu dünyada tanıyanlardan, sevənlərdən, ziyarət edənlərdən qərar versin. İlahi. Əhl-i beytin qiyamətdə şəfaətin bizlərə nəsib eləsin inşallah. Allahım. Qəbrimizin ilk gecəsi əhl-i beytin, peyğəmbərin, nurun başımızın üstündə qərar versin. Allahım. Allah Teala çətinliklərimizi, sıxıntılarımızı asan eləsin. İlahi. Dünyanın hər bir yerində çətinlikdə olan müsəlman bacı qardaşlarımızın çətinliklərin, sıxıntıların asan eləsin. Allahım. Ən böyük çətinliyimiz ağamızın qeyb pərdəsi altında olmasıdır. Allah Teala ağamızın zuhurunu təcil eləsin. Allah Teala ağamızın vücudun xətadan, bəladan hifz eləsin. Qəlbi şərifin bizlərdən razı eləsin. Bizləri ağanın zuhuru üçün çalışanlardan, zuhuru dövründə ağaya xidmət eləyib, ağanın yanında şəhid olan şəxslərdən qərar versin. Amin, amin, amin. Ya Rabbəl aləmin. Allah razı olsun Hacı. Biz də edilən bütün dualara, bu gözəl ayda edilən bütün dualara amin deyirik. Allah sizlərdən razı olsun. Xüsusən də bütün qonaqlarımıza öz adımdan, Ona Doğru proqramının kollektivi adından təşəkkürümüzü bildiririk. Allah razı olsun. Gəlməyinizlə bu gözəl günlərə daha da zinət qatdınız. Minnətdarıq sizə.